cavan bir oğlan yolda müəllimini görür. Onunla hal-əhval tutandan sonra həyatından şikayətlənməyə başlayır. Müəllim, işlərim heç yaxşı deyil. Çox kasıb yaşayıram. Kəşki mənim də var dövlətim olaydı. Mən də yoldaşlarım kimi şərfiravan yaşayırdım. Müdrik müəllim şagirdinin sözünü kəsib dedi. Sənin belə eləməyə haqqın çatmır. Sən ki, böyle dövlət sahibisən. Oğlan təəccübləndi. Mən dövlətliyəm. Hanı o dövlət? Sənin gözlərin. Sən bir gözün əvəzinə nə almaq istərdin? Siz nə danışırsınız? Mən gözümü heç bir xəzinəyə dəyişmərəm. Yaxşı, onda əllərinin əvəzinə sənə çoxlu qızıl verərəm. Yox, mən əllərimi qızıla satmaram. Deyə oğlan cavab verdi. Müəllim şagirdinə gülümsəyərək söylədi. İndi görürsən, necə dövlətlisən. Sən sağlamsan, çalışqan olsan, hər şeyi əldə edə bilərsən.